İmam Hüseyin gördü ki, atı hərəkət eləmir, Zülcanah dayandı, at dayandı. Yazırlar və nəzərə ileyhim və bəka. Hüseyin baxdı xanımlara gözaltı və ağladı, gözyaşı tökdü. Bu karvanın ən qoca adamlarından birini çağırdılar. Bu yeri tanıyırsan, bu yerin adı nədir? Dedi, Neynəva Şəddül Fırat. Dedi, başqa bir adı yoxdur. Dedi, ağa var, bir adı da var, Kərbəladır. Dedi, Kərbəla deyəndə biraz uzadan ağladı İmam Hüseyin. Dedi, yükləri boşaldım, bura Kərbəladır. Bu babam Peyğəmbərin xəbər verdiyi, atam Əlinin dediyi yerdir. Anam Zəhra vəsiyyət eləyəndə atama nə dedi? Dedi ki, uşaqlarımı sənə tapşırıram və Kərbəlada susuz öldürüləni Hüseynə ayrıca tapşırır. Kərbəla hamısının dilinin əzbəri idi. İmam Hüseyin dedi, bu həmin yerdir.